Görürüm yenə yazırlar, ki, bəs nə oldu, yadından çıxmasın, kişilərə nə məsləhət verirsən? Mən hər zaman deyirdim, sonra bir öz fikrim idi, dostlarıma deyirdim. Sonra təsadüfən bir Alman filosofunun fikirlərinə rast gəldim və gördüm ki, eynilik təşkil edilir. Təbii ki, o daha yetkin demişdi. O deyir ki, ey kişilər, bugün çoxlu dostlarınız var. Zaman gəlir, görürsən ki, tək qalıbsan, dost yoxdur. Yəni, yaşa bağlı olaraq, yəni pis mənada yox, hamının dostu var təbii ki. Ailən var, zaman gəlir ki, tək qalırsan. Evladların var, zaman gəlir ki, evladların evlənir. Onlar da öz evladının qayğısına qalır və hərəsi bir ölkədə, hərəsi bir şəhərdə, hərəsi bir tərəfdə, ya şəhərin o başında, ya bu başında sənin qapını gündəlik aça bilmirlər. Evdə tək qalırsan. Və zaman keçdikcə qonşuların da ayağı kəsilir. Zaman keçdikcə sən axtaran qohumların da zəngi azalır, tək qalırsan. Və o tək gününü fikirləş, mütləq. Arxain olma ki, bugün cavansan, bugün imkanın var, bugün sözün eşidilir, sənətin var, işin var, vəzifən var, nəyin var. Qəbul olunursa və insanlar səni axtarırlar. Zaman gəlir, axtarmırlar. Dediyim kimi tək qalırsan. Və tək qalanda artıq geri qayıdış yoxdur. Sonraki peşmançılıq fayda vermir. Ay Allah, mənə imkan var, geri qayıdım, yenidən gəlin. Bu mümkün olan şey deyil. Və peşmançılıq da fayda vermir və bilmək olmur ki, həyatını necə başa vuracaqsan. Hansı ehtiyacla, hansı dərdlə, hansı fikirlə. Bəs nə etmək lazımdır ki, bu günə qalmayasın? Bu günə qalmamaq üçün mütləq mənada sən o dediyim dövrdən, özünün canının sağ vaxtından, nisbətən gənc vaxtından, imkanlı vaxtından, dostu, tanışlı, qohumlu, evladlı, ailəli və vaxtından istifadə ilə mütləq mənada qocalığın üçün bir tədbir gör. Qocalığın üçün mütləq mənada tək mənəvi yox, həm də imkanı nəyə çatır, o qədər maddi durumunu qoru. Mütləq nəyə gücün çatırsa. Ola bilər ki, insanlar var, imkanı var, hər gün yeyir, içir və bir gün ayılır ki, heç nə yoxdur. Sağlamlıq da gedib, heç nə yoxdur. Bir də var ki, insanlar var ki, onlar nə zərərli adətlərə pul xərcləmirlər. Spirtli işkiyə, sigaretə, ziyan nə varsa, heç nəyə. Və yaxud da biraz da nədənsə kəsirlər, oradan-buradan. Dediyim bu məsləhətlə eşidir. Günün bir günü mən olmuram, onlar qocalırlar və günün bir günü rəhmət oxuyurlar mənə ki, bax bu günümdə mənim çətinliyim olmamağının kökündə o məsləhəti eşitdim və özümə bir tədbir gördüm. Ona görə də tədbirli olun. Bu eyni kişilərə deyilən ki, xanımlara da aiddir. Eyni dərəcədə aiddir. Yəni onlar da mütləq mənada hamı aşırı ifratçı olmamalıdır. Mütləq qocalığına tədbir görməlidir. Mütləq pis gün üçün tədbir görməlidir. Və Allahdan arzu edirəm ki, hər bir kəs ayaq üstə qocalsın, sağlam qocalsın, bol ruzu ilə qocalsın və bu baxımdan da təbii ki, mənim verəcəyim məsləhətlərdən, bax, bu qısa da olsa, fikirləriniz də mənim üçün maraqlı olardı. Bax, mənim WhatsApp-ıma yazsanız, ey kişilər, yazın. Nə aydın olmasa, mən elə şey var, burada xırdalamadım. Yazsanız, o xırdalıqlarını sizə təbii ki, şəxsi qaydada izah eləyəcəm ki, nə etmək lazımdır.